Əsalət, əsalət üzr istəməkdədir. Mərhəmət də onu qəbul eləməkdədir. Cəmiyyət olaraq bu duyğu ilə yaşasaq, bu hissiyatla yaşasaq, irəlişən vaxtlarda, gələcək nəsillərdə bir çox xoşbəxt hadisələrlə qarşılaşarıq. Əxlaqsızlıq, ləyaqətsizlik, şərəfsizlik və s. və s. və s. Bunlar dayanmadan azalaraq gedər, inkişaf eləməz. Cəmiyyətimizdə belə ümumi baxanda qəribə bir səhnə yaşanır. Belə ki, hər kəs bir-birinə neysə tövsiyə eləyir, neysə öyrətməyə çalışır. Yeməyə duz səpməyi, şalvar giyməyi, köynək giyməyi, maşın sürməyi, yemək yeməyi, yəni və s. və s. Yəni bilib, bilmədən neysə öyrətməyə çalışır. O sahədə peşəkar olub, yəni üstün olduğunu dəqiqləşdirməyə çalışır. Yeməyə duz səpməyi öyrədir. Məsələ dünənləri qabağıma çıxıb yeməyə duz səpməyi. Qardaş, bu yeməyə mən duzu belə də səpə bilərəm, belə də səpə bilərəm, nə bilim, belə eləyib, belə də səpə bilərəm. Onun heç bir insanlıqla, heç bir şeylə əlaqəsi yoxdur. Deməli, cəmiyyətimizdə belə bir səhnə yaşanır. Hər kəs bir-birinə neysə öyrətməyə çalışır. Baxırsan, yeməyə duz səpməyi öyrədir, nə bilim, idman paltarı necə giyinir, onu öyrədir, maşın sürmək nədir, onu öyrədir, yemək yemək nədir, onu öyrədir, qaşıq tutmaq nədir, onu öyrədir və s. və s. və s. Qapı döymək necədir, onu öyrədir. Yəni, əslində heç özü də bilmir bu məsələ haqqında. Elə bir çox vacib məsələ də deyil bu əslində. Mən yeməyə duz səpməyi bilsəm nə olur, bilməsəm nə olur. 500 il bundan qabaq yaşayan, məsələ bir şəxs yeməyə duz səpməyi bilmirdisə, onun həyatında nə nöqsan var idi? Sual çıxır ortaya, heç bir nöqsan yox idi. Bəzi şeylər var bizim həyatımızda, onların doğru olub olmaması nöqsanlıq yaratmaz bizim yaşantımızda. Nöqsanlıq yaratmayacağı üçün də ömür, həyat yolundan boşuna vaxt ayırıb o şeylərə sərf eləmənin heç bir mənası yoxdur. Məsəl üçün də indi bu şalvar giyməyi. Şalvarı əlində tutursan, birinci, belə tutursan, belə tutursan, sonra giyinirsən. Qardaş, şalvar elə şifanerindən ütülüdürsə təbii ki, qapdığın kimi alıb nə cür rəng istəyir, lənsinə giyinirsən. Nə nöqsanlığın var? Yəni, bunun bir qaydası yoxdur axı, bunun bir mənbəyi yoxdur axı. Ümumiyyətlə, bizim cəmiyyətimizdə hər kəsən bir şey üstündə, bir məsələ haqqında fikir bildirdiyində ona mənbə bildirmir. Məsələ, bu yeməyə ən doğru şəkildə duz səpmək belədir. Qardaş, bu sənin şəxsi fikrindirsə, bunu başdan bildir ki, bu mənim şəxsi fikrimdir. Mənə görə yeməyə duz səpmək qaydasında belə olmalıdır. Şəxsi fikrin olduğunu bilək, yəni səninlə razılaşanlar da çıxa bilər, razılaşmayanlar da çıxa bilər. Amma yox, sən bunu ümumi eləyirsənsə, bunun bir araşdırması olmalıdır, bunun bir mənbəyi olmalıdır. Bunlar yoxdursa, sən bir məsələ haqqında iddia eləyirsənsə, sən yalancısan mənim qardaşım. Bəzi məsələlər var, yəni bəzi məsələlər var, bizim cəmiyyətimizə onlar yaraşmır. O səhnələr bizim cəmiyyətimizdə olmalı deyil. Məsələ, bir çox şey var ki, mən Azərbaycan xanımını onu heç vaxt yaraşdırmıram, yaraşdırmayacaq. Bir çox şey var ki, yəni mən onu Azərbaycan kişisinə yaraşdırmıram, heç vaxt yaraşdırmayacaq. Bu, əminəm ki, hər kəs üçün belədir. Kimliyindən, şəxsiyyətindən asılı olmayaraq. Yəni, mən məsələ cəmiyyətimizdə bir kişiyə yaraşdırmıram. Açıb məsələ sosial şəbəkələrin hər hansı birini març-murç əsəyir, şap-şup, basır ağzına. Bu nədir? Nədir? Bunun adı nədir, qardaş? Heç kəs ölkədə, ümumi, bir mənalı, heç bir insan, üzr istəyirəm, 10 manat verib bir şiş kabab yeməkdən aciz deyil, qardaş. Hər kəs onu alıb yeyə bilir. Amma hər kəs yediyini göstərsə orada, o doğru deyil. Yəni, bir mənalı olaraq, yəni doğru deyil. Yəni, bunun üçün bir araşdırma olsa, çoxunluq bu məsələdən narazı olar. Yəni, bir kişi xeylağı dənizə necə girirlər? Dənizə belə, qardaş, hər necə girirlər. Bunu, yəni, bu deyil də, yəni, bu Azərbaycan kişisinə yaraşmır. Bu məsələ, bu mənim həyat yoldaşımdır. Març-murç, qardaş.
Bəyəm heç kəs həyat yoldaşına sevgisini göstərmir, hörmətini göstərmir, əzizləmir, hə? Onu eləməyən varsa, vəbşə o heç yəni insanlıqdan nəsibini almayıb. Amma məsələ hardadır? Dırnaq arasında. Bu səhnəni ictimailəşdirmək. Yəni bu səhnəni paylaşmaq. Bəyəm heç kəs kabab yemir. Heç kəs nə bilim gedib bir yerdə bir kamp eləmir, nə bilim gedib bahalı bir restoranda oturmur. Hər kəs eləyir öz büdcəsinə görə, öz imkanına görə. Yəni məqsəd nədir? Yəni niyə bunu paylaşırsan yəni? Baxırsan ki, normal adamdır, normal kişi xeylaqdır. Qardaş çıxıb orada hə bunu belə sardın, bunu buna batırdın, yedin. Sənin kişiliyinə nə deyim mən? Çək qardaş, nə üçündür bu? Bəyəni üçündür, nə bilim nə üçündür, nə üçün? Yəni sənin heç bir ixtiyarın yoxdur axı bu cəmiyyətin korlanmasına səbəb olmağa, bir balaca tövsiyə verəsən, tövhə verəsən. Elə bir haqqın, hüququn yoxdur axı. Bəli, mən orada yemək paylaşıram. Nə deyək bəyəm? Şarpıldada, marçıldada yeyirəm. Mən cəmiyyətə nə ziyanım var? Hələ sənin ziyanının səbəbi də bəzi şeylər normallaşır. Söhbət indi yeməkdən yetmirəm. Mən indi yemək deyirəm, bunu fərqli şeylərlə də eləmək olar. Fərqli səhnələrlə də dırnaq arasında göstərmək olar yəni. Yəni bir çox şey bizim millətimizə, bizim cəmiyyətimizə yaraşmır. Xüsusiyyətlə də xüsusiyyətlərimizə tərs gəlir, ziddiyyət təşkil eləyir. Azərbaycan kişisi qardaş, yəni mənim nəzərimdə, mən nə bilim dünyanın bir çox ölkəsində olmuşam. Pis, yaxşı, aşağı, yuxarı, bir çox ölkəsində. Sadəcə qonşu ölkələrdə deyil, dünyanın bir çox ölkəsində. Amma ki, yəni belə baxanda onların hamısını yığaram, qurban eləyərəm bizim məhəllədəki Əhməd dayının dırnağına. Amma qardaş, bizim cəmiyyətimizin kişilərinə yaraşmayan xüsusiyyətləri, yəni çoxaltmağın, təbliğ eləməyin heç bir mənası yoxdur. Siz oradan spirtli içkini çart, gəl vuraq. Mən namaz qılanda eləmək, qardaş, mən də içki içirəm. Yeri gələndə içirəm. Amma ki, sözümün canı, yəni bunu süzüb, çəkib, vurub göstərmənin yəni nə faydası ola bilər ki cəmiyyətə? Biz bir insan kimi çalışmalıyıq ki, cəmiyyətimizə faydalı olaq. Əgər mən burada faydasız bir şey paylaşıramsa, necə faydasız bir şey? İndi kiminə görə faydasız da ola bilər bu paylaşdığım şey, kiminə görə faydalı da ola bilər. Yəni mən istəyirəm ki, doğru bildiyim şəxsi fikrimi bölüşüm sizlərlə ki, bəlkə razılaşan olar, bəlkə bu adam düz deyil, bunu belə eləmək lazımdır deyən olar. O da sənin şəxsi fikrindir. Yenə deyirəm, mənim dediyim qanun deyil. Yəni Qurani-Kərim ayəsi də deyil. Yəni sadəcə mənim şəxsi fikrimdir. Sən razılaşmayıb, razılaşmaq sizin öz əlindədir. Yəni bir çox cəhətdən bizlərə yaraşmayan xüsusiyyətlər çoxdur. Hər kəs öz ətrafına baxsın. İndi qardaş, mən çıxıb burada şit şeylər eləsəm, nə bilim, süzüb 100 qram araq vursam, bu araq belədir, bu toğum budur, belədir, març-murç bassam ağzıma. Qardaş, mənim evimdə, ailəmdə balam baxmır o videoya. Mən balam nə tərbiyə götürə bilər ki məndən? Necə bir tərbiyə verə bilərəm mən ona? Qardaş, insan öz evinin kişi rəhbəridir. Bunu həmişə deyirəm. Söhbət kişilərdən gedirsə, kişi evinin rəhbəridir. Kişinin çöldəki davranışı evdəki xanımın, evdəki körpələrin əxlaqının bir parçasıdır. Bax, kişi evinin rəhbəridir, təkrar edirəm. Kişinin çöldəki davranışı evdəki xanımın, evdəki körpənin, ailə fərdlərinin əxlaqının bir parçasıdır. Və xanımın çöldəki davranışı kişinin ləyaqətinin bir parçasıdır. Əgər çöldə bir anormal davranış görürsünüzsə bir xanımdan, buna əmin olun ki, onunla eyni çatı altında yaşayan kişidə ləyaqət yoxdur. Əgər bir kişi də çöldə anormal bir davranış görürsünüzsə, söhbət çöldə getmir. İndi çölümüz sosial şəbəkə də ola bilər. Bir kişi də çöldə anormal davranış görürsünüzsə, buna əmin olun. Onun evindəki xanımın da əxlaqından bir parçası bu kişidədir. Verdiyi körpələrə tərbiyənin bir parçası bu kişilərdədir. Yəni, bir mənalı olaraq bizim cəmiyyətimizə yaraşmayan xüsusiyyətlərdən əl çəkməliyik. Bəzi şeylər var ki, onlar bizdən nöqsan qalsa da olar, qalmasa da olar. Məsəl üçün deyirəm də, yəni,
Mən yediyimi göstərə də bilərəm, göstərməyə də bilərəm. Niyə göstərməliyəm? Mən yediyimi, içdiyimi, gəzdiyimi, hara getdiyimi səbəb. Bəzi şeylər var, bəlgesel tərzində hara getdiyi də göstərir. Məsəl üçün deyirəm, mən əvvəllər gedib məsələ tarixi yerləri, tarixi abidələri çəkib paylaşırdım. Yəni özümü rahat hiss eləyirdim elə. Yəni bir əyləncə kimi, Xadnoy günləri, bazar günləri, istirahət günlərimdə gedib elə bir çəkiliş eləyib bölüşürdüm, özümü rahat hiss eləyirdim. Yəni eləncə bir səhnədə. Yəni bunu bir mənalı olaraq bəlgesel kimi, yəni sənətli bir film kimi də, yəni öz dünyamda deyək, elə deyək də, yəni təbliğ eləmək uyğun ola bilər. Niyə? Çünki nəsə orada da bir faydalı bir şey var. Qardaş, amma sənin orada şapur-şupur basıb yediyin yeməyin, nə bilim, maşın paylovka eləyir, onu göstərir. Üstündə mayka yox, bilməm nə. Dünənlər biri çıxıb qabağıma sosial şəbəkədə. Qardaş, üstündə mayka yox, bilməm nə yox, oynayır, kişi xeylağı. Əl qatıb özünü oynayır. Qardaş, oynayır evinin içində. Uşaq bir tərəfdən gəlir yanına, həyat yoldaşı bir tərəfdən gəlir yanına. Yəni sözümü canlara yetirirəm. Yəni oynaya bilər, bu evində oynaya bilər. Amma bunu ictimailəşdirmək üzr istəyirəm, həmin o kişiyə yaraşmır. Ola bilər ki, nə bilim, hansısa bir ölkədə hansısa yaraşa bilər. Amma Əhməd kişiyə yaraşmır da, qardaş, yaraşmayacaq. Çünki Əhməd kişinin atası əsl kişi olub. Ləyaqət, şərəf, əxlaq, bunların hamısı onda olub. Örf, adət, ənənə, böyüyə hörmət, balacıya sevgi üzərinə bir yaşam tərzi olub. Amma indi nə tərzi olubsa, bu da çıxıb bu evdən belənçiyinə əxlaqsızlığı təbliğ edir. Yəni bizə, cəmiyyətimizə, kişilərimizə, xanımlarımıza yaraşmayan xüsusiyyətlərdən əl çəkməliyik. Onun üçün də bu yolda da hamımıza, hər kəsin üzərinə ciddi vəzifələr düşür. Birinci növbədə məsələ, mən şəxsən, yenə deyirəm, öz fikrimdir. Mən örf, adət, ənənələrimiz üzərinə yaşamağa çalışıram. Demirəm, yaşayıram, mən demirəm, mənim həyatımda hər şey superdir, mən ən gözəli məndədir. Xeyr, o qədər nöqsan var ki. Amma ki, o nöqsanların fərqinə varıb düzəltmək yolunda irəliləyirsənsə, bax, budur insanlıq, budur əsl cəmiyyətə faydalı olmaq niyyəti. Anormal davranışlar çoxaldıqca cəmiyyətimizdə bir-birimizə aqressiyamız da artır. Dayanmadan artır. Səhər-səhər çıxmışsan evdən, yol gedirsən, ola bilər insanlıqdır, balaca bir xata edirsən, baxırsan ki, bax, o qarşıdakı adamı tanımırsan, o da səni tanımır. Elə bir dənə səhnə yaranır ki, elə bir 50 ildir bu adamla nəsillər öz düşməndir. İndi qarşılaşmışsınız, bu məsələni həll eləmək lazımdır. Bu da həmən hardan gəlir bu məsələnin özü? O cəmiyyətin korlanma yolundan. Halbuki biz gözəl şeylər görüb, gözəl şeylər fikirləşsək, örf, adət, ənənəmiz üzərinə bəzi şeylərdə addımlasaq, ola bilər də yol mənimdir, mən gedirəm, salıb orada indi. Nə ola bilər? O oradan deyə bilər ki, məsələn, qardaş, sən Allah bağışla, üzürlü say, nə olur, fikirliyəm deyəsən. Bunu desə mən nə deyəcəm? Deyəcəm, qardaş, problem yoxdur, işində ol. Amma oradan, qardaş, nə inirsən deyəndə o qayıdır, cavab verirsən ki, əcəb eləyirəm. Niyə? Bunun bu aqressiyada yaşamasını nizamlayan sosial şəbəkələrdir, cəmiyyətdir, ətraf mühitdir. Çünki aqressiyada yaşayır. Açır, baxır ki, məsələ, hər kəs gəzir, tozur, eləyir, yeyir, içir. Amma bu eləyə bilmədiyi üçün aqressiya yüklənir. Yəni, onun üçün bir çox şeyləri cəmiyyətimizdə ictimailəşdirmənin heç bir mənası yoxdur. Avtomobil sürən, piyada keçidi ilə keçənlə düşməndir. Piyada keçidindən keçən avtomobil sürənə düşmandır. Dayanacaqda dayanıb sərnişin daşıma gözləyən sərnişin daşıma sürücüsünə düşmandır. Sərnişin daşıma sürücüsü dayanacaqda sərnişin daşımanı gözləyənə düşmandır. Metroda qapılar açıldı, içəri girən metronu tərk eləyənə düşmandır, tərk eləyən içəri girənə düşmandır. Gedirsən bir marketə, o boydana marketdə nəsə bir nöqsan varsa, gəzirsən içəridə. O bahadır, bu bahadır, o bahadır. Onun da qiyməti qalxıb, onun da qiyməti qalxıb, bunun da qiyməti qalxıb. Gəlirsən kassadan çıxanda ayda 500 manata çalışan bir qardaşa ağzı o gələni deyirsən. Halbuki bu içəridə yığdığın aqressiyanın səbəbi o deyil. Sənin öz yaşam tərzindir. Öz həyatını,
öz maliyyə gəlirləri, öz imkanlarını nizamlaya bilməməyin səbəbidir. Yəni bunu anlamaqda nə var ki? Dayanmısan birinlə söhbət edirsən, üzr istəyirəm, deyir, ha, saat nədir qolunda? 10 manat almısan. Allah belə 5 manat almışam. Bunun insan şəxsiyyəti ilə heç bir əlaqəsi yoxdur axı. Yəni, bu mənim qoluma yaraşıbsa, yəni özümü mən bununla rahat hiss eləyirəmsə, bunun qiyməti 5 manat da ola bilər. 1000 manat da ola bilər. Mən 5000'lik saat taxmaq məcburiyyətində deyiləm axı. Hə? Və yaxud heç kim 5000'lik saat taxmaq məcburiyyətində deyil axı. Heç kəs məsələ evinin üstünü lüks bir şəkildə yığdırmaq məcburiyyətində deyil axı. Əsas olan insanın öz ruhundakı xoşbəxtçiliyidir. Onu tapa bilirsənsə, onun mənbəyinə, toxumuna nəzər yetirə bilirsənsə, oradan nəsə götürə bilirsənsə, əsas olan budur. Sən 1000 manata şalvar alıb giyinərsən, öbürü 500 manata alıb giyinər. Mən 20 manata alıb giyinirəm. Niyə? Mən özümü belə rahat hiss edirəm, qardaş. Sən şəxsiyyətində maddiyyata önəm verirsən. Bax, şəxsiyyətində, həyat tərzində, şəxsiyyətində maddiyyata önəm verirsən. Sən 20 manatlıq şalvarı giyinəndə fikirləşirsənsə ki, ay yox, bu nədir? Bu hər kəs mənə baxır. Bu sənin şəxsiyyətində nöqsanlıqdır. Mən məsələnin üçün deyirəm də, yəni şəxsiyyətində nöqsan olmayan bir insansan, nə aidiyyatı var? Mən bunu getmişəm məsələ, Sədərəkdən almışam da, məsəl üçün. Ha Sədərəkdən almışam bunu, ha Temudan sipariş verib gətirmişəm, ha gedib məsələ lüks bir yerdən almışam. Əsas olan bu mənə yaraşdı. Məsəl üçün də, yəni. Söhbət indi bundan getmir. Bu mənə yaraşdı. Qutardı, yetdi. Əsas olan bu olmalıdır. Normal insanlar üçün. Yenə deyirəm, mənim dediyim qanun şeyində deyil. Yəni, mən sadəcə şəxsi fikrimi paylaşıram. Saatdır. Almışam 5 manata, ola bilər. Almışam 300 manata, ola bilər. Bu mənim xoşuma gəlib, almışam. Bunun maddiyyatının mənim üçün heç bir dəyəri yoxdur. Yəni, telefondur, istifadə edirəm, almışam 300 manata. O, illa ki, 1500 manatda olmaq məcburiyyətində deyil ki. Güya 1500 manat verib telefon alan şəxs onun hansı funksiyasını istifadə edir ki? Ölkədə bir dənə araşdırma aparılsa, telefon istifadə eləyənlərin %80'i bahalı telefonu niyə istifadə edirlər? Qonşuda var, məndə də olsun. Filan qrup yoldaşımda var, məndə də olsun. Əhməd kişinin oğlunda var, məndə də olsun. Bu, insanın şəxsiyyətində olan nöqsanlığın göstərgəsidir. Yəni, şəxsiyyətində olan nöqsanlığın. Şəxsiyyətində nöqsan olmayan insan üçün nə dəxili var, yəni. Mənim üçün orada 5000'lik telefon oldu, 1500'lik telefon oldu. Mən indi gedib 2000 verib bir telefon alım. Güya mən telefondan nə istifadə edirəm ki? Bir dənə məsəl üçün, yəni WhatsApp-dır, məsəl üçün də, yəni. Bir də gələn zəngə cavab verirsən, yığırsan. Başqa? Qutardı, getdi, qardaş. Yəni, bunu mən 300 manatlıq telefon istifadə edirəm deyə, bunu başqası necə fikirləşəcək, mənim üçün çox maraqlı deyil. Maraqlı olmalı deyil, yəni. Amma bizim cəmiyyətimizə baxırsan ki, yox, birinci növbədə başqası nəsə fikirləşməlidir. Keçən həftə, məsələn, mənim bir yerdə bir dəvət eləmişdilər. Bir qardaşla gedəcəkdim oraya. Gedəndə o qardaş mənə dedi ki, yox, sənin üstü başının yaxşı deyil, biraz, yəni, normal yiyinsən. Dedim, qardaş, normal nəyə deyirsən? Mənim normal yaşam tərzim budur. Mənim normal yaşam tərzim, gündəlik standartım budur. Yəni, mən şəxsiyyətimi dəyişə bilmərəm axı ora getmək üçün. Neyniyim, yəni mən? Gəlmişəm 50 yaşına, şəxsiyyətimi dəyişeyim mən, yəni hansısa bir cəmiyyətin içinə çıxacaqsan deyə. Nəsənsə o olmalısan, qardaş.